Salam dostlar, hər vaxtınız xeyir olsun. Hamınızı xoş gördük. İndi isə vaxt gəldi çıxdı Oxatan bürcü altında doğulanlara. Oxatan bürcü altında doğulanlar bir balaca yaxın gəlin və hamınızdan da xahiş edirəm ki, bəyənin, təqib edin və canım sizə desin, paylaşın. Çünki oxatanları müjdəli xəbərlər gözləyir. Oxatanlarsa bu il ən uğurlu illərdən biri olacaq. Əsasən onu deyim ki, Oxatan bürcü altında doğulan insanlar yalan danışmağı xoşlamırlar, düzgün danışmağı xoşlayırlar. Oxatanlar gözəl oratırdılar. Oxatanlar natiqlik qabiliyyətinə malikdilər. Oxatanlar öz ideyaları ilə, öz fikirləri ilə ətraf insanları öz ətraflarına cəmləşdirməyi yaxşı bacarırlar. İdarə etmək qabiliyyətləri daha üstündür. Və oxatanların gözü daimi yüksəkdə olur. Öz arzularına çatmaq istəyirlər. Və istər karyerada, istər biznesdə, istər hər tərəfli oxatanlar diqqət mərkəzində olmaq istəyirlər və onlara haram düşmür. Haramlar bir gəlsə evindən 1000 dənə haram gedər. Oxatanlar niyə görə ruzlu, bərəkətli olurlar? Oxatanlar niyə görə ruzlu qazanırlar? Çünki Oxatan bürcü altında doğulan kişilər də, xanımlar da əllərdə 1 manat gələndən, artıq o gəlir əldə eləyəndən, onlar öz valideynlərin çox gözəl, necə deyim, anlayırlar, valideynlərlə bağlı olurlar. Və valideynlərinin, ata-ananın duası Oxatan bürcü altında doğulanları xətadan, bəladan, mərd-mazardan hifz edir. Hətta Oxatan bürcü altında doğulan bir xanım, gözəl bir yerə ailə qurursa, ərə gedirsə, orada ən gözəl yemək yeyəndə yadına düşür ki, görəsən anam nə yeyir, görəsən bacım nə yeyir və valideynin də xeyir duası Oxatan bürcü altında doğulanların üzərində olur. Bir valideyn ki, evladına daima dua edir ki, ay bala, səni görüm Allah saxlasın, ay bala, səni görüm Allah xətadan, bəladan, mərd-mazardan uzaq edəsin, ay bala, səni görüm Allah nəzəri üstündə olsun, ay bala, səni görüm Allah min bir bəlalardan uzaq edəsin. Bəli, o evladlar həmişə xeyir tapırlar, o evladlar həmişə arzularına nail olurlar. Bəli, oxatanlar üçün çətinlik olsa da, oxatanlar bu valideynlərin xeyir duasına görə Allah Teala onların bütün bağlı qapılarını açır və onlara ruzulu, bərəkətli, gözəl bir gün devr edir və oxatanların istər xanımları, istər bəyləri düzgünlük, düz danışmaq, karyera qurmaq, ucalığa çatmaq, arzu niyyətlərini həyata getirmək üçün canlarından keçirlər. Bəli, ola bilsin ki, keçən il oxatanlar üçün çox çətinlikli bir il oldu. Amma bu il oxatanları müjdəli xəbərlər gözləyirəm. Ona görə də ekranı bəyənən barmaqlarınız, təqib atan barmaqlarınız var olsun. Allah sizin hamınızı xətadan, bəladan, mərd-mazardan uzaq eləsin və qarşıda gələn, üzümüzə gələn müqəddəs Ramazan ayı münasibəti ilə hamınızı təbrik edirəm. Hamınıza uzun ömür, can sağlığı və xoşbəxtlik arzulayıram. İndi gəlin görək, 2025-ci il mart ayının sonundan başlayaraq 2026-cı il fevral ayının 19-una qədər oxatanları nələr gözləyir? Aldıq görək nə deyirik. Bəyənin ürəkdənin, mənim əzizlərim. Allah sizə həmişə gözəl günlər qismət edəsin. Oxatan bürcü altında doğulanlar, ulduzlar yeni ildə oxatanlara qeyri-müəyyənlik vəd edir. Bir tərəfdən çox imkanlar yaranacaq, digər tərəfdən isə maneələrin də sayı hesab olmayacaq. Bir tərəfdən yeni imkanlar yaransa da, amma maneçilik törədənlər də olacaq və oxatanlar çalışın ki, bu maneələri dəf etməyə bacarasınız. Səbirli, təmkinli olun və öz başınızı salın, öz işinizlə məşğul olun. Başqa işlərə heç məşğul olmuyor. Çünki sizin ayağınızın altını qazanan, sizə mərd-mazarçılıq eləyənlər çox olacaq, amma siz onlara fikir verməsəniz, uğur sizin olacaq. Bu il oxatanlar üçün şüarınız diplomatik, təmkinlilik, sağlam düşüncə olmalıdır. Ancaq diplomatik olmalısınız, sağlam düşüncəyə malik olmalısınız və arzularına çatmaq üçün irəli getməlisiniz. Sizi yolunuzdan çaşdırmaq istəyənlərə imkan verməyin.
Düşünüb danışmadan heç nəyi qırıb atmayın. Unutmayın ki, xoşbəxt həyatın təməli yalnız peşəkar sahədi uğurlardan ibarətdir. Ona görə də Oxatan Bürcə doğulanlar, siz doğrudan da bu il xoşbəxt olacaqsınız. Xoşbəxt insanın da həmişə daş atanları çox olur. Kimdir bir dəqiqə söyüd ağacına, palıd ağacına, çinar ağacına daş atan, ancaq meyvə gətirən, bar gətirən ağaclara daş atırlar. Və sizin də yolunuzda maneçilik törədənlər olacaq. Sizi bu yollardan çaşdırmaq istəyənlər olacaq. Mərdimazarınız olacaq. Amma heç niyə fikir verməsəniz, yalnız və yalnız öz işlərinizlə məşğul olsanız, sizi uğurlu il gözləyə bilər. Bu sizin öz əlinizdədir. Demək olar ki, sükan, bu elə bir Oxatanlar bir sürücüdür. Maşının sükanı da sizin əlinizdədir. Ha tərəfə döndərsəniz, o tərəfdə sizi uğurlar gözləyir. Sizin özünüzdən asılıdır. Öz yarınızı tapa bilər, yaxud sevdiyiniz insanlarla münasibətlərinizi möhkəmləndirə bilərsiniz. Yəni, sevgililər birləşə bilərlər, sevgisi olmayanlar da yeni sevgililər tapa biləcəklər və bu sevgidə uğur qazanacaqsınız. Bu sevgidə kim uddu, kim uduzdu, Oxatanlar bu sevgidə uduzmayacaqlar bu il. İnşallah ki, ruzlu, bərəkətli, xeyirli illərini, iliniz qabaqdadır Allahın köməyi ilə. Xoş rəftarlı, yeni tanışlara açıq olun, yeni tanışlıqlarla olacaqsınız, yeni tanışlıqların sayəsində bağlı qapılar açacaqsınız və istədiyinizə nail olacaqsınız. Hisslərinizi büruzə verməkdən çəkinməyin. Oxatanlar, çalışın hisslərinizi büruzə verməkdən çəkinməyin. İşinizdə nə varsa, onu ideyalarınız varsa, onu həyata keçirməyə çalışın. İnanın ki, bu il qələbə Oxatanların olacaq. Oxatanlara ilan ili uğurlu, düşərli, ruzlu, bərəkətli və sevgi dolu bir romantik bir il olacaq. Və inanıram ki, Oxatanlar 2025-ci ili həyatlarından unuda bilməyəcəklər və beyinlərinizə, yaddaşlarınıza həkk olub qalacaq. Beləliklə, sağlıqla qalın və Oxatan Bürcə doğulanlar hansı ildən doğulmuşsunuzsa, gündüz və yaxud da gecə doğulmuşsunuzsa, bu paylaşımın altından yazın, paylaşın və mən iliniz haqqında da məlumat verəcəm. Öpürəm sizi, bağrıma basıram, Allaha əmanət olun və qarşıda gələn müqəddəs Ramazan bayramınızla mübarək olsun.